Free Fire'da hesablar durduq yerə niyə banlanır? Yepyeni Free Fire videomuzda da qarşınızdayıq. Bu dəfəki videomuzun mövzusu bana gedən hesablarla bağlı olacaq. Bir çoxunuz mənə bununla bağlı suallar verirsiniz. Bu videoda isə onları cavablandırmağa çalışacağım. Videoya başlamazdan öncə kanala abunə olmağı və videolara like atmağı unutmayın. Sizdən heç nə tələb olunmur dostlar. Sadəcə abunə ol düyməsinə basırsınız. İndi isə videoya başlayaq. Əvvəla nəzərinizə çatdırım ki, Garena şirkəti son zamanlar 55 mindən çox hesabı oyundan kənarlaşdırır. Yaxşı, bəs niyə belə olur, deyə bilərsiniz. Səbəbi isə çox sadədir. Oyuncu sayısını qorumaq. Son zamanlar yəqin ki, panel və hiylə vasitəsilə rank kasanları görmüsünüz. Bu isə normal oyuncuları həvəsinə salaraq oyunu buraxmalarına səbəb olur. Ona görə də Garena şirkəti sırf oyuncu nüfusunu qorumaq üçün müəyyən kodlar əlavə edərək oyunun təməlini möhkəmləndirirlər. Belə ki, onların artıq etdikləri bu möhkəmləndirmədən sonra siz oyunun fayllarını dəyişdirə, silə və ya hər hansısa bir hiylə faylı yerləşdirə bilməzsiniz. Əks təqdirdə oyuna daxil olan kimi hesab bana gedəcək. Digər oyunlarda bildiyimiz kimi qoruma sistemi oyunun özündə deyil, sonradan əlavə edilən sistem vasitəsilə həyata keçirilir. Məsələn, PUBG-də Banpan deyə bir güvənlik sistemi var. Panel və hiylə istifadə edən oyuncuları anında oyundan, belə deyək də, silir, kənarlaşdırır. Amma iş prinsipi fərqlidir. Sistem ilk növbədə oyun başlayarkən istifadəçinin hiylədən istifadə edib etmədiyini müəyyənləşdirir. Daha sonra isə oyuna buraxır. Oyunun ortasında hiylə və paneldən istifadə edənlər isə bildirim sayına görə taleyi bəlli olur. Belə ki, müəyyən bildirim sayısından sonra həmin oyuncunun hesabı izlənilir. Əgər hilədirsə, hesab bana gedir. Amma Free Fire'da isə belə deyil. Sistem birbaşa oyunun özüdür. Bəlkə də Free Fire digər oyunlardan üstün olan qismlərindən biri də elə budur. Üstün cəhətlər. İndi isə gələk PC, yəni kompüter oyuncularına. Bana gedən hesabların arasında kompüter oyuncular da var dostlar. Səbəbi isə emulyatorlardır. Emulyator nədir bilməyənlər üçün isə belə başa salın. Windows'a eyni zamanda Android sistemi yükləyərək telefon oyunlarını birbaşa kompüterdə oynamağa imkan verən proqramdır. Emulyator dedikdə BlueStacks, GameLoop, MSI App Player kimi proqramları nəzərdə tuturam. Hansı ki, siz oyunu birbaşa bu proqramdan yüklədiyinizə görə, proqram siz kompüterdə bu oyunu oynamağınız üçün bir neçə fayl əlavə eləyir. Fayllarda dəyişiklik olunduğu üçün kompüterlə daxil olduğunuz hesab bana gedir. Yaxşı, bəs deyə bilərsiniz ki, bu sistem xətası ola bilər. Amma elə deyil dostlar. Garena'nın məqsədi elə bu idi. Eyni zamanda kompüter oyuncularında ban edildi. Çünki emulyator üzərindən panel və hiylə qoşduğunuz anda Garena oyuncunun emulyator olduğu üçün onun hiylə və ya paneldən istifadə elədiyini müəyyənləşdirə bilmirdi. Çıxış yolunu isə bu şəkildə tapdı. Məncə dahiyanə bir çıxış yoludur, amma artıq kompüterdə Free Fire oynamaq mümkün olmayacaq. Nəysə. Bugünkü videomuzda da bu qədər. Ümid edirəm bu məlumat sizlərə faydalı oldu. Bu tip videoların davamının gəlməsini istəyirsinizsə, kanala abunə olub, videolara like atmağı unutmayın. Sağ olun, salamat qalın.